Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil li veliyyikel fərəc. Məkasib kitabından 331-ci dərsi oxuyuruq. Mövzumuz rüşvətdir. Məsələmiz 8-ci məsələdir. Və keçən dərsimizdə oxuduq ki, rüşvət haramdır. Bütün müsəlmanların rəyinə əsasən və rüşvətin haramlığına dəlalət eləyir həm Qur'an-ı Kərimin ayələri və həm də sünnət. Həm icma var, həm Qur'an ayəsi var, həm sünnət var. Bəs 4 dənə dəlilin, ədillətül ərbəənin 3-ü dəlalət eləyir rüşvətin haramlığına. Ayələrdən məqsəd nədir? Keçən dərsimizdə bir qədər o barədə danışdıq və keçən dərsimizdə bir rivayət ya 2 dənə rivayət oxuduq. Bugün rüşvətin haramlığına dəlalət eləyən 3-cü rivayəti oxuyuruq. Rivayət mərhum Şeyx Səduqun Xisal kitabından nəql olunur. Və eyni zamanda rivayət səhih rivayətdir. Mərhum Şeyx Murtəza Ənsari Şeyx Səduqun Xisal kitabından səhih bir rivayət nəql eləyir. Rivayət Əmmar ibn Mərvandandır. Və anil xisal fi səhih ən Əmmar ibn Mərvan. Buyurur, bu rivayət Xisal kitabındandır və özü də səhihdir. Ravisi də Əmmar ibn Mərvandır. Qalə, bu deyir ki, imam buyurdu, kullu şeyin qullə minəl imam fəhuvə suhdun. Buyurur, neçə şey var ki, onlar haramdır. Biri budur ki, müharibə olub, müharibədə qənimət əldə olunub. O qəniməti imamın icazəsi olmadan, imamın məlumatı olmadan, məxfi şəkildə kimsə götürsə, o qənimət o şəxsə haram olar. Kullu şeyin qullə minəl imam, qullə yəni məxfi ola, yəni imamın məlumatı, xəbəri olmadan əgər götürülsə, fəhova sohdun. Sohd yəni batildir, yəni o haramdır. Və sohdu ənvaun kəsirə. Və Həzrət buyurdu, tək bir dənə bu sohd deyil, bu haram deyil. Bəlkə çoxlu haramlar var. Yəni mal baxımından çox yerdə haram var. Bu yerləri Həzrət sayır. Minha, bu ənva-i kəsirədən biri budur ki, ma usibə min a'mali vulat zələmə. Haramlardan
Biri o yerdir ki, bir nəfər bir zalim üçün işləsə, o zalim ona pul versə, ona çatan pul haramdır. Nəyə görə haramdır? Çünki o zalim haram yolla pul əldə eləyib və haram yolla pul əldə elədiyi üçün və o puldan sənə verir və o pul sənə də haramdır. Nəyə görə? Çünki o haram yolla ələ gələn pul nə onundur, nə sənin. Həm ona haramdır, həm sənə haramdır. Ma usibə yəni çata, sənə yetişə. Min əmal vulat zələmə. Vulat zələmə yəni zalim. Zalimin işlərindən sənə pul yetişə. Bu haramdır. Və minha o haramlardan biri də ucurul quzat. Qazilərin ücrətləridir. Qazi yəni hakim. Hakim də iki cür pul ələ gətirər. Bir dəfə hakim beytulmaldan pul götürər. Öz maaşını götürər, o ona həlaldır. Bir dəfə budur ki, qazi cəmiyyətdən rüşvət alar. Ondan sənə yetişən pul, o haramdır. Və ucurul fəvacir və həmçinin o xanımlar ki, o qadınlar ki zina edir, o kişilər ki zina edir, zinanın nəticəsində pul əldə edirlər, onların pulu sənə çatsa bu haramdır. Və səmənul xəmr və nəbis əl-muskir və həmçinin araq kimsə satsa, onun pulunu götürsə haramdır. Pivə satsa ki, o pivə ki muskirdir, insanın ağlını başdan aparır. Onun müqabilində alınan pul haramdır. Və riba ba'dəl bəyyinə və bir də bir nəfərə faizin haram olmağı məlum ola, ribanın haram olmağı məlum ola və ondan sonra o ribanı yesə bu haramdır. Bir dəfə budur ki, bu bilmir, riba yeyib. Bir dəfə budur ba'dəl bəyyinə, yəni buna məlum olandan sonra, bu məsələnin hökmünü biləndən sonra bu ribanı yeyə, bu haramdır. Və əmmər rəşa fil əhkam, Həzrət buyurdu ki, amma hökmlərin müqabilində rüşvət almaq, ya əmmar, ey əmmar, və huval kufr billahil əzim. Bu, uca Rəbbimizə küfürdür. Yəni, bir nəfər hakim hökm eləyə və o hökmün müqabilində rüşvət alsa, bu, Allaha küfrdir. Küfrü də biz keçən dərsimizdə burada məna elədik. Bir dəfə insan etiqad baxımından kafir olar, bir dəfə əməl baxımından kafir olar. Burada etiqad baxımından kafir deyil, yəni etiqadı İslamdır və lakin əməli küfrdir. Və misluha rivayətü Sumaə ən Əbi Abdillah əleyhissalam. Buyurur, bu rivayət ki nəql olundu Əmmar İbn-i Mərvanın rivayəti, eynən bu rivayətin misli Sumaə nəql eləyir İmam Sadiq əleyhissalamdan. Yəni, eynən bu rivayətin misli də İmam Sadiq əleyhissalamdan Sumaənin vasitəsi ilə nəql olunub.
Və fir rivayəti Yusuf ibn Cabir və həmçinin başqa bir rivayət rüşvət haqqında. Yusuf ibn Cabirin rivayətidir. O deyir ki, Lənə Rasulullah sallallahu aleyhi və aleyh Peyğəmbər lənət deyibdi. O şəxsə ki, mən nəzərə ilə fərci imrəə la tahillu lə. Peyğəmbər lənət edilib o kişiyə ki, o kişi bir dənə naməhrəm qadının eyib yerlərinə baxa. Bir dəfə budur kişi öz həyat yoldaşının eyib yerlərinə baxa, bu haram deyil. Və bir dəfə budur ki, kişi bir qadının eyib yerlərinə baxır ki, la tahillullah. Ona helal deyil o. Yəni başqasının qadınıdır. Yəni o kişi, o qadın, o kişiyə helal deyil. Yəni onun əyalı deyil. Ona görə Peyğəmbər o kişiyə lənət deyib. Və rəculən xanə əxahu fi imraəti. Və Peyğəmbər lənət deyib o kişiyə ki, o kişi öz mömin qardaşının namusuna toxuna, xəyanət eləyə öz mömin qardaşının xanımına, öz mömin qardaşının namusuna. Allah o kişiyə də, Peyğəmbər o kişiyə də lənət deyib. Və rəculən ehtacən nas iləyhi. Və o kişiyə Peyğəmbər lənət deyibdi ki, insanların ona ehtiyacı var o kişiyə. Lefekhi, fəqihdir, məsələləri bilir, insanların da ehtiyacı var, ondan soruşurlar, fəsələhum rişvə. Amma o, insanlardan rüşvət tələb edir. Rüşvət alır və onların müqabilində onlara fiqh öyrədir, onlara məsələ deyir, onların hökmlərini bildirir. Peyğəmbər belə bir kişiyə də lənət deyibdi. Bəs burada məlum oldu ki, rüşvət alana Peyğəmbər lənət deyibdi. Vaxtı ki, lənət deyibdi, deməli rüşvət almaq haramdır. Rüşvət almaq icazəli deyil. Bəs bu rivayət də dəlalət eləyir rüşvətin haramlığına. Elhamdülillahi Rabbil aləmin.